Salam əziz dostlar, yoldaşlar, kanalın dəyərli izləyiciləri. Bu günlərim sizinlə Türkiyə mövzusunun izahına baxacağıq. Bu hansı Türkiyədir? Deməli, elə Cümhuriyyətin qurulduğu Türkiyədir. Birinci, Türkiyə Cümhuriyyəti yazaq, yəni daha aydın olsun sizlər üçün. Deməli, 1918-1923-cü illər Milli Azadlıq Hərəkatı olan dövrdə. 1918-1923 Milli Azadlıq Hərəkatı. Azlıqlar oldu. Azadlıq hərəkatı. Aha, burada məsələ nədir? Biz bilirik ki, Osmanlı 1-ci Dünya müharibəsində iştirak etsə də, 1-ci Dünya müharibəsində məğlub dövlət kimi çıxdı və 1918-ci ilin 1918-30 oktyabrında Mudros müqaviləsini imzaladı. Mudrosun pis nəticələri təkcə Osmanlı üçün olmadı. Bilirik ki, AXC üçün də, Azərbaycan üçün də pis nəticələr oldu. Çünki burada olan Osmanlı qoşunu Qafqazı tərk eləməli idi cəmi bir aya. Bu kimi məsələlər də bizi digər ermənilərlə falan qarşı-qarşıya qoymuşdu. Oradan çıxır. Türkiyənin Osmanlının özündə də vəziyyəti yaxşı deyildi. Belə ki, qeyd eləyə bilərik ki, nəyi? Misal, Gənc Türklər Hərəkatının liderləri ölkəni qoyub qaçdılar. Gənc Türklər. Liderlər qaçdı, Gənc Türklər məğlub olundu. Daha sonra nəyi qeyd eləyə bilərik? Misal, Osmanlı konkret olaraq, imperiya olaraq parçalandı və Antantaya təslim olaraq müharibədən çıxmaq durumunda qaldı. Və Osmanlı əraziləri 4 dövlət tərəfindən işğal zonalarına bölündü. Kimdir bunlar? İngiltərə, Fransa, İtaliya və Yunanistan. Bu kimi dövlətlər tərəfindən işğal zonalarına bölünmüşdü. Misal, necə qeyd edə bilərik? İngilis qoşunları Mosul, İskəndərun, yazım altına görürsən. Mosul, İskəndərun ərazilərini. Sonra Mosul, İskəndərun deyə bilərik. Və İtaliya, Antalya. Nətə yatdı? Buraya yazım. Nörtlərdə çox yazaq. Antalya. Bunu yadda saxlaya bilərsiniz də, oxşur. İtaliya, Antalya. Bu şəkildə yadda saxlayın. Yunan qoşunları da 1-2 İzmiri tutur. Bunu zaten çoxunuz bilir. İzmir. Aha, deməli, buraya yazdıq. Bunu belə yazmayayım. Aydın olmayacaq sizə. İngilislər Mosuldan İskəndərunu tutub. İzmir, İngiltərə, Mosul, İskəndərun. Aha. Dərun. Əla. Fransanın işğal zonaları hələ ki qeyd olunmayıb, amma bəzi döyüşlərdə Fransanı da görəcəyik. Bir də deyir ki, İstanbul özü də işğal zonalarına bölünür. Yəni işğal idarəsi altına keçir, yəni paytaxt şəhər və bu çox pis bir vəziyyətdə qoyur Osmanlı dövlətini, Türkiyə xalqını. Burada bilirik ki, Sultan zaten məğlub olmuşdu da, düzdürmü? Sultan məğlub olur və Mustafa Kemal Atatürk'ü, hələ ki Atatürk deyə bilməli. Çünki Atatürk, o sadəcə onu sizin yadınıza salmaq məqsədinə deyirəm. Atatürk o təxəllüsünü, soyadını 1934-də götürəcək də, biz soyadlar haqqında qanunla. Osmanlı Sultanı 1919-cu ildə Kemal Paşanı göndərir. Antanta qüvvələrinə qarşı çıxan deməli üsyançıları məğlub eləmək, üsyanları yatırmaq məqsədilə, həmçinin ordunun orada silahsızlaşmasını təmin eləmək məqsədinə. Amma Mustafa Kemal bilirik ki, Sultanın bu əmrinə qarşı çıxır və 1918-dən ta ki 1923-ə qədər başlayır Osmanlı dövlətində Milli Azadlıq Hərəkatı, xarici qüvvələri ölkədən qovmağa böyük cəhdlər. Və biz qeyd eləyə bilərik nəyi? 1919-cu ildə İzmirin Yunan, baxın burada yazmışdıq. İzmir Yunan, aha yazmışıq. İzmirin Yunanlar tərəfindən tutulması, Yunan, belə Yunanistan yazıram, məncə aydın olar sizə. Yunanlar tərəfindən tutulması Mustafa Kemal Paşanı daha da hiddətləndirir və o əhalini necə deyirlər, bir növ üsyanlara və Milli Azadlıq Hərəkatına səsləyir və Hüquqların Müdafiəsi Cəmiyyətini qurur. Daha sonra Sivasda Milli Konqres toplanır. Sivas Konqresi 19 sentyabrı. Sivas Konqresi 1919. Aha, yorumlarda AXC-də 1919-cu ilin sentyabrında baş vermiş hadisəni qeyd eləyərsiniz.
Eyni dövrdə biz oxşarlığa baxarıq. Həm Osmanlı deyəndə ki, yəni Milli Azadlıq Hərəkatı dövründə və AXC-də baş verən proseslər. Daha sonra qeyd edə bilərik ki, 20 aprelində Türkiyə Böyük Millət Məclisi açılır. 29 oldu. 20 aprel TBM. Türkiyə Böyük Millət Məclisi. Aprel. Və ölkədə yeganə qanunverici orqan olur. TBMM. Türkiyə Böyük Millət Məclisi açılışı da oldu yoldaşlar. Ölkədə yeganə qanunverici orqan olur və ilk elə sədri Mustafa Kemal Paşa olur. Məqsəd də nə idi? Antanta qüvvələrini elə bil ki, məğlub eləməkdə, ölkənin müstəqilliyini təmin etmək idi. Antanta bu hərəkatın qarşısını almaq məqsədi ilə nə edir? Sivasda gəlir Milli Konqrensi yatırır, nə bilim deputatları falan həbs eləyir, milli andı qəbul edən deputatları və palatanı qovur. Necə deyərlər, türklərin azadlıq hərəkatını yatırmaq məqsədi ilə. Daha sonra isə 1920-ci ilin, keçən dərsdə də qeyd eləmişdik, 1920-ci ilin avqustunda biabırçı Sevr müqaviləsini imzaladır sultana, amma onun şərtləri orada var. Ətraflı kim istəsə şərhlərdə Sevr müqaviləsinin şərtlərini yazar. Və sultan bunu qəbul edir, amma Mustafa Kemal və Azadlıq Hərəkatının tərəfdarları bu, necə deyərlər, biabırçı müqaviləni bağlanmaq istəmir. Sevr müqaviləsinə əsasən Türkiyənin, yəni Osmanlı ərazilər 4 dövlət arasında, bayaq dediyimiz Yunanistan, Fransa, İngiltərə və İtaliya arasında bölüşdürülmüşdü və burada 2 dənə məsələ var. Anadolunun şərqində, şimal-şərqində erməni dövləti yaradılmalı idi. Cənub şərqində isə Kürd dövləti, yəni İngilis protektoratlığı altında İngilislərin rəhbərliyi ilə Kürd dövləti yaradılmalı idi və Osmanlı faktiki olaraq öz müstəqilliyini dayandıracaqdı. Bu da əlbəttə ki, türklər üçün çox biabırçı və barışılmaz bir sülh idi və deməli, Azadlıq Hərəkatının tərəfdarları sultanın bu müqaviləni qəbul edib deyə vətən xaini elan edirlər və özləri başlayırlar mübarizəyə. Elə ilk mübarizələri ermənilərlə olur. 1920-in dekabrında erməniləri məğlub edirlər, dekabr. Və Gümrü müqaviləsi var orada. Gümrü müqaviləsini imzalayırlar. Gömrük oldu. Gümrü müqaviləsi erməni yazıram qabağınadır. Ermənilərlə və bu müqavilənin nəticəsi nədir? Ermənilər bundan sonra bir dəfəlik Anadolu torpaqlarından əl çəkirlər də olan iddialarını. Bunun qarşısını almaq məqsədi ilə 1921-in elə bir ay sonra da, bir neçə gün sonra da ola bilər, yanvarı təzə ilə keçir. Deməli, kimi qeyd eləməliyik? Yunan qoşunları gəlirlər Ankaraya. Bu da Azadlıq Hərəkatının tərəfdarlarını çox hiddətləndirir və hələ 21-ci ildə Sakarya döyüşü olub. Sakarya 31 oldu. 21. Sakarya döyüşündə Antanta qüvvələri məğlub olur və burada Mustafa Kemal yaralanır deyə qazi təxəllüsünü alır. Qazi rütbəsini verirlər, ona marşal rütbəsi qazi adı verilir və beləliklə. 22-ci ildə də artıq burada da Yunanlar 21-də məğlub olur deyə Sakaryada. 22-ci ildə artıq avqustunda, baxın 20 avqustu sevirdimi? Tam olaraq 2 il sonra 1922 avqust. 22 avqustunda nə olur? Bir dəfəli əks hücuma keçir Türk qoşunu, əks hücum və bütün Antanta qüvvələri çıxardılır. Anadolunu tamamilə tərk edir Antanta qüvvələri. Bu, Qara Yusiflə oxşar cəhət ola bilər. Misal, 1408-ci ildə Cənubi Azərbaycanı tamamilə Teymurilər çıxartdı. Oxşar cəhətdir. Daha sonra Lozanna konfransı var. Bu, artıq Türkiyənin qalib çıxdığını göstərən ilk Lozanna sülh konfransıdır. Lozanna konfransı 23 iyulundadır özdə bu arada. Orada məsələ nədir? Türkiyənin müstəqilliyidir, ərazi sərhəd bütövlüyü təmin edilir. Yəni qəbul edilmişdi. Bir də ki, kapitulyasiyalar imzalan. Kapitulyasiya. Kapitulyasiya bilirsiniz də iqtisadiyyatda, düz yaza bilməyəcəm indi. Kapitulyasiya. İqtisadiyyatda qarşı tərəfə geniş hüquqlar verən ticari müqavilələrdir. Antanta qüvvələrinin kapitulyasiyalar imzalanır. Sonra görəcəyik ki, elə Mustafa Kemalın iqtisadi islahatlarında o kapitulyasiyalarda elə ləğv olunacaq. Bir də sərhədləri, nə bilim, müstəqilliyi təmin olunur. Sərhəd, müstəqillik. Türkiyənin.
Bunu bu şəkildə yadda saxlayırsınız. Bacardığım qədər xırdalayıram ki, aydın yadınızda qalsın. Beləliklə biz qeyd elədik ki, Türkiyə yeganə dövlətdir ki, Antanta bu müqaviləsinə boyun əymədi, baş əymədi və Severin qəbul olunmamasını belə bacardı. Biz Milli Azadlıq Hərəkatı dövründə AXC-nin də Türkiyə böyük dəstək etdiyini görmüşük. Neft, iqtisadi sahədə, hətta sonra Azərbaycan SSR qurulanda belə Nəriman Nərimanov belə onlara neftlə kömək eləmişdi. Hətta yerli əhali də AXC süqut eləyəndən sonra bir hissəsi gedir orada kömək məqsədi ilə türklərlə vuruşur və onların müstəqilliyini təmin etməsində yardımçı olurlar. Bu da bu məsələ. Daha sonra biz ətraflı danışmalıyıq islahatlardan. Mustafa Kemalın həyata keçirmiş olduğu islahatlar, bunlar əsasən hansı islahatlardır? Misal, siyasi, hüquqi baxımından, iqtisadiyyatda, mədəni sahədə həyata keçirmiş islahatlardır. Misal, siyasətdə nə deyə bilərik? 1922-də Sultan hakimiyyətinin ləğvi. Bir dəmişə Q kimi düşür, altdadır deyə. 1922 özü 1 noyabr. Sultanlığın ləğvini. Sultan ləğvi yazıram. Sonra nə yaza bilərim? 1924-də xəlifəlik, xilafətin, xəlifəlik yazıram. Yorumlarda xəlifəliklə nə vaxtı Osmanlı keçdiyini yazırsınız. Kimin dövründə və neçənci ildə. Aydın şəkildə yazarsınız, xahiş eləyirəm. Sonra nə? Burada yazmadığı heç biz bunu ardınca yazmalıydıq. 1923-ün oktyabrı. Türkiyə deməli. Dəqiq üzr istəyirəm. Yuxarıdan yazılar düşür, maniyə olmasın sizə. Oktyabr. Digər kurslardan. Oktyabrda nə olacaq? Türkiyə Respublika elan olunacaq. Respublika. Türk Respublikası yaranır və orada yazmayıblar. Biraz başqa yerdə yazıblar. Yenə amma bura yazıram. İnzibati islahatda yazıblar, səhv eləmirəmsə. Ankara paytaxt elə bil ki 23 oktyabrında İstanbuldan keçir olur Ankara. Bu məsələ. Sonra əsas iqtisadi sahədə olan islahatlar var. Bunlar nədir? İnşallah ki səsimizi yazar. Aqrar sahədir. Misal deyirik ki, Türkiyə aqrar ölkə idi və iqtisadi cəhətdən çox zəif inkişaf eləmişdi. Misal, aşar vergisini ləğv edir. Aşar nədir? Onda bir vergisi. Aşarı ləğv elədi. Bu da iqtisadiyyatın inkişafına səbəb oldu. Sonra etatizm siyasəti var. Nə idi etatizm? Xarici məhsullara qarşı ölkədəki daxili məhsulların rəqabətini təmin edə bilmək üçün, yəni satışını, xaricdən gələn məhsullara yüksək şəkildə gömrük qoyur. Budur misal. Sonra iqtisadiyyatı, elə bir ölkə iqtisadiyyatını özü qurmaq istəyirdi. Mərkəzi bankın yaradılması. Mərkəzi bank. Bank sistemi, özəl sektorda banklar. Sonra dəmir yolları. Bunlar da iqtisadiyyatın inkişafına səbəb olan amillərdir. Sonra mədəni sahədə də nə deyə bilərik? Avropa təqviminə keçirdi. Avropa təqvimi. Bir də ki, ərəb qrafikasından latin əlifbasına keçir. Bu da Azərbaycan SSR üçün də bir baza base rolunu oynamışdı. Bizə də təsir edən bir islahatdır. Bir də ki, bayaq demişdim, 1934-də soyadlar haqqında qanun. Burada da Atatürk haqqında qanun. Atatürk təxəllüsünü qəbul edir. Yəni adı verilir, Atatürk adı verilir Mustafa Kemal Paşaya. Bu da onun necə deyərlər, yəni bir təxəlli olaraq bugün də Atatürk kimi tanımağımıza səbəb olan hadisələrdir. Sonra xarici siyasətdə də bir-iki məsələdir. Tez bunları deyirik, yekunlaşdırıq. Video çox uzun olmasın, sizə yorucu olmasın. Xarici siyasətdə 1936 Montre konfransı. Montre. Biz bilirik ki, yəni Osmanlı məğlub olanda Serbirdə falan biabırçı müqavilələr bağlamışdı. Lozanla falan özü də uğurlu olsa da 23 iyulunda yenə də o bəzi şərtləri, misal kapitulyasiyalar falan çox çətin idi də Türkiyə üçün. Montredə nə olur? Boğazlarda üzmə. Qadağan olunur. Boğazlarda qadağan yazım gəlin, sürətli olsun. Kimə qadağan olur? Əgər sən bu elə bir Qara dənizə çıxışın yoxdursa, Türkiyə boğazlarında Qara dənizə çıxışın yoxdursa, sən hərbi donanman orada üzə bilməzdi. Amma əvvəl elə deyildi. Heç çıxışı olmayan ölkələrin belə hərbi donanması orada üzə bilirdi. Bu da Türkiyə üçün çox uğurlu bir addım idi. Qadağan olundu. Yəni çıxışın yoxdursa, get hərbi donanmanı gətirmə.
37-də də Səədəbad paktıdır. Bir tərəflik haqqında Səədəbad. Kimlə? Abad. Qonşu ölkələri ilə. Baxın kimdir? İraqdır burada. Sonra kim ola bilər? Suriya ola bilər. Daha sonra hələ İranın özü, Əfqanistan. Bir tərəfdir bunlar. Hələ biz 2-ci Dünya müharibəsində də görəcəyik. Yəni bir-birinə qarşı müharibə elan eləməyiblər. O da Türkiyə üçün çox uğurludur və biz bilirik ki, 1938-ci ildə Mustafa Kemal Atatürk öləcək və yerinə gəlir kim? Atatürk öldü, vəfat etdi. Daha doğrusu belə deyək, daha mədəni olsun. Vəfat etdi. Yerinə də gəlir onun elə İsmət İnönü. Silahdaşı. Bu azadlıq hərəkatında olan silahdaşı İsmət İnönü hakimiyyətə gəlir. Bundan sonra 2-ci Dünya müharibəsində Türkiyəni çox istəyirlər cəlb eləsinlər, amma Türkiyə bitərəflik siyasəti həyata keçirir. 1929-cu ilin iqtisadi böhranı, 29-33 dünyada bizdə iqtisadi böhran böyük. İqtisadi böhran. İqtisadi böhranı Türkiyəni çətin vəziyyətdə qoyur və elə bil ki, kənd təsərrüfatı falan zəifləyir. Amma dövlətin iqtisadiyyata nəzarət nəticəsində digər ölkələrə nisbətən daha az təsiri ilə ötüşür. Türkiyə digər Avropa ölkələrinə falan onlardan daha az hətta təsir eləmişdi Türkiyə və Türkiyə sonuna qədər bir tərəfliyini qoruya bilir. Sadəcə müharibənin sonlarına yaxın daxil olur və elə daxil olması da onun üçün çox uğurlu. Yoldaşlar, sizə uğurlar. Şərhlərdə növbəti hansı mövzunun video izahını istəsəniz qeyd eləyərsiniz. Biz də bacardığımız qədər sürətli şəkildə onu çəkərək kanalda yerləşdirməyə çalışarıq. Çox sağ olun, sizə uğurlar arzulayıram.